inanıram ki, həm birinci hissə, həm ikinci hissə hamının xoşuna gəldi, maraqlı mübarizə var idi. Baxmayaraq ki, demək olar ki, çempionatda qalmağı təmin eləmişik, amma dünən axşam, bugün bir sıra danışıqlarımız oldu ki, hər bir oyun bir futbolçunun həyatında bir parçadır. Həmin o hissəni də daha yadda qalan olmalıyıq və maksimum şəkildə özümüzü yaxşı tərəfdən göstərməliyik. Və uşaqlar sağ olsunlar, meydançada yaxşı mübarizə apardılar. Həm birinci hissə, həm ikinci hissə daha fərqli oynamağa çalışdıq. Yəni, şükürlər olsun ki, qələbə qazandıq. Bütün Kəpəz camiyyəsini, xüsusən də bizi sevən azarkeşlərimizi təbrik edirəm ki, bugün də olsa bir pillə irəlilədik. İnşallah qabağa baxacaq ki, daha da yerimizi möhkəmlədək. Bilirsiniz, hər bir halda iki halda da ola bilər ki, motivasiya təsir edə bilər. Amma söylədim ki, hər bir futbolçunun həyatında hər oyun bir səhifədir, yeni səhifədir və bilirsiniz ki, futbolçu həyatında hər bir oyun onun reklamıdır, onun yaxşı tərəfdən göstərməsidir və üstə gəldə bir amil də var idi, artıq o psixoloji baskı üzərimizdə yoxdur, ona görə daha rahat oynadıq və birinci hissə mənə elə gəlir ki, daha çox fərqlənə bilərdik.